Salam dəyərli izləyicilər, avtomobil bazarından çəkdiyim vloqun ardından təqdim edirəm. Keçən dəfə qaldığımız yerdən davam edirik. Maraqlı vloqdur, axıra qədər izləyin. 3.2 benzindir, qiyməti nədir? 14.000 manat qiymətidir, 2000-ci ildir və 3.2 benzindir dəyərli izləyicilər. Bax bu metalik rəngdə olan bu dördgöz. İndi interyeri ilə tanış edəcəm sizi. Dövrünün full komplektasiyasıdır deyək. Baxın, dövrünün full komplektasiyasıdır. O vaxtda 2000-ci illərdə oturacaqların idarə olunmasından tutmuş, lükə qədər hər şey olubdur dəyərli izləyicilər. Baxın, bildiyin təyyarə pilotunun oturduğu yerə oxşuyur. Görürsünüz, burada bir çox funksiyalar var. Oturacaqların isidilməsi və s. Burada kruz kontrolundan tutmuş, hər şey var avtomobildə. Qiymətini də dedim, vizual görünüşünü də sizlə tanış elədim. Yeri gəlmişkən, bu dörd gözlərin hər ikisindən də maraqlanırlar. Baxın, durub burada müəyyən müzakirə aparırlar ki, neçə alaq, nətər eləyək ki, Allaha xoş getsin. 2012-ci ilin Kia Sportage var. Avtomobil 2 benzindir. Servis, təbii ki, servis avtomobildir. Nə Koreyadan gəlməyib, nə Amerikadan gəlməyib. Vurğu darı və s. olubmu, yoxsa yox? Tam deyir, bez kraskadır, yəni rəng dəyən yeri olmayıbdır. Avtomobil səliqəli vəziyyətdədir. Göstərəcəm mən sizə vizual görünüşünü də. Elə mərcxanası açıqdır. Buradan başlayaq. Mərcxanasını sizə göstərirəm, təqdim edirəm. 180 min yürüşdədir avtomobil. 22.800 manatı da qardaş deyir ki, deyirəm. Avtomobildə böyük bir lük var, görürsünüz. Amma oturacaqlar parçadır. Avtomobil tam sadə də deməyək, onun bir tık yüzəri komplektasiyadır. Səliqəlidir. Qardaş yəqin ki, alıb satandır. Ona görə də bax, bu şəkildə avtomobili Parnik salafanları ilə salafanlayıbdır. Ona görə ki, tanış olsun gələnlər, daha cəlb edici görsənsin gələnlərə. Belə, inşallah xeyirli bazar olsun, xeyirli müştəri nəsib olsun qardaşa və o öz avtomobilini təbii ki, gətirib satmağa və sata bilsin deyirik. Kia Sportage, dəyərli izləyicilər, 2012-ci il. Daha bir Sportage təqdim edirəm sizə, 2011-ci ildir. Bu digərindən bir il qocadır deyək. Avtomobil servisdir, vuruğu, udarı və s. heç bir şey olmayıbdır. Qara rəngdədir, sərgəli vəziyyətdədir. Nə qədər yol gedim indi onu da dayıdan soruşacağım. Yer gəlmişkən təqdim edirəm sizə, avtomobil açarsız daxil olması var. Avtomobil deyərdim ki, polnu full komplektasiyadır. Baxın, panoramik damdır. Oturacaqları dəridir, səliqəlidir. Çox səliqəli vəziyyətdə də oturacağı, burada sürüşmə əleyhinə, yoxuşdan düşməyə qarşı və s. Burada bir çox funksiyaları var avtomobilin. Maraqlıdır. Yəni, interyeri çox səliqəlidir. Bu oturacaqların da vəziyyəti yaxşıdır, pis deyil. Düzdür, biraz rəngliyib ediblər. Görünüş vermək üçün. Görürsünüz, mən bunları da göstərəcəm sizə. Müəyyən hissələrdə rənglənmələr gedib, amma da yaxşı rənglənməyiblər, səliqəli rənglənməyiblər. Avtomobil dedisi nə qədər gedibdir? 198 min real yürüşdədir avtomobil. Kraska yoxdur, heç bir yerində deyir. Qiyməti nədir? 23.500 manat da bu Sportage'in qiymətidir. Sanki qarşıma ancaq çıxan maşınlar Kia Sportage'lərdir. Bu da yeni nəsil Kia Sportage'dir. 2023-cü ildir. Avtomobil nə qədər gedib dediniz? 15 min yürüşdədir bu avtomobil. 48 min manata deyir qardaş. Vizual görünüşünü sizə təqdim edirəm. Səliqəlidir, təbii ki 2023-dür. Yeni nəsil Kia Sportage'dir. Və biz yavaş-yavaş yaxınlaşırıq bu Sportage'in interyeri ilə sizi tanış eləməyə, açarsız daxil olmanı görürsünüz. Və biz açırıq, içəri keçirik. İçərdən zavod qoxusu gəlir, dəyərli izləyicilər. Həqiqətən də oturacaqların idarə olunmasını göstərirəm sizə. Çox səliqəlidir, böyük monitoru var avtomobilin. Start-stopu varmı? Var, bəli, start-stopu da var avtomobilin. Görürsünüz, avtomobil funksional avtomobildə oturacaqların isidilməsi, ventilyasiyası və s. Bu avtomobil polnu full komplektasiyadır. Başdan başa da panoramik damı var, lüku var. Göstərirəm sizə, dəri və parça ilə sintez olunmuş oturacaqlardan gedir söhbət. Görürsünüz, çox səliqəlidir, çox qəşəng vəziyyətdədir. Yeri gəlmişkən mən bunun orijinal yürüşünü də buradan sizə təqdim edəcəm. Baxın, görün, görə bilirsiniz. 15.363 kilometr yürüşü var bu avtomobilin. Qiyməti ilə sizi tanış elədim. 48 min manata dedi qardaş qiymətini.
Belə Kia Sportage 2023-cü il dəyərli izləyicilər. Mümkün qədər maraqlı avtomobilləri çəkib təqdim etməyə çalışıram. Bazarda bir 95% avtomobillər Kia, Hyundai, Kia Hyundai və bir də Fordlar görürəm. Yəni bazarın ən çox hissəsində ən çox satılan maşınlar bunlardır. Alıcı da ki, konkret alıcı hələ mən görməmişəm. Dayanıb maşına bu pul saysın, biraz o qızğın alver getsin və s. Dəyərli izləyicilər, qara rəngdə bir dənə Tesla gördüm, onu çəkmək istədim. Model 7, 2020-ci ildir. Qardaş deyir ki, start qiyməti 38.000 manatdır. Vizual görünüşünü təqdim edirəm. Avtomobilin gövdəsinin böyüklüyünə baxın. Kifayət qədər böyük bir gövdəyə malikdir bu avtomobil. Təbii ki, 360 dərəcə kamerasına tutmuş, hər şey var bu Tesla'da. Bəli, bunu açmağa çalışıram. Bəli, indiyə qədər Tesla qapısı açmadığıma görə, baxın, çərçivəsiz qapıları mən sizə təqdim edirəm. Onları göstərəcəm hamısını. Görürsünüz, əziz izləyicilər, çox maraqlıdır. Ən xoşuma gələn, bax, bu da çərçivəsiz qapılardan gedir söhbət. F30'larda olduğu kimi göstərəcəm interyerini sizə, amma interyerinə daxil olmazdan qabaq mən bax nəyi vurğuladım? 360 dərəcə kameradan. Bu maşının hər yeri kameradır. Baxın. Biri buradadır, stoykada da görürsünüz. Mənə baxır oradan. Təbii ki, eyni anda da çəkilişi davam elətdirir. Model Y Tesla oturacaqların elektron idarə olunmasıdır. Bütün funksiyaların, bütün hər bir şeyin elektron qaydada idarə olunduğunu, yəni biz gördüyümüz bu Tesla'dan danışırıq. Tavan, böyük monitor, hər şey bu monitordan təbii ki, idarə olunur. İdarə etmə panelidir. Burada hər şey buradadır. Bax, hər şey burada cəmləşib. İstər sürətin neçə ilə getməyindən tutmuş, bütün kondisionerdir və s. Nəyi işə salmaq istəyirsinizsə, bu monitordan tapıb işə salırsınız və təbii ki, bu avtomobil həm də süni intellekt deməkdir. Biz nəyi görürük? Böyük bir tavan görürük və şüşə, ayna bir tavandan danışırıq. Avtomobil çox səliqəli vəziyyətdədir və mən göstərəcəm sizə bu çərçivəsiz qapını örtürük və eyni ilə də bu qapını açırıq. Sürücü tərəfdən keçdik, daha doğrusu ön sərnişin tərəfdən keçdik. Arxa sərnişin oturacağına görürsünüz, nə böyüklükdədir, həqiqətən də çox böyükdür. Bu Tesla'lar arxa kondisionerin hava yerləridir. Burada oturan sərnişin üçün kifayət qədər geniş bir yer var. Və gövdəsinə baxanda da görmək olur ki, avtomobilin içərisi kifayət qədər genişdir. Və biz gəlirik, nəhəng bir yük yeri bizi qarşılayır, baxın. Nə boyda bir yük yeridir. Bir 4-5 nəfər rahat uzanıb dirsəklənə bilər də. Yəni o dərəcədə böyük bir yük yerindən danışırıq. Buradan biz yenə də interyeri sizə göstərmək istəyirik. Avtomobilin qiymətini dedik, neçə dedik? Start qiymətini 35.000, hə? Səhv eləmirəmsə. 36.000 manat start qiymətidir. Day, polnu şarjına nə qədər gedir bu avtomobil? 400-450. Bunlar hə, bilirəm. Bunları adapterları və s. şarj etmək üçün. Bağdadda qoy, sərəcək. Aha. Deməli, polnu şarj olanda bu avtomobil nə qədər yol gedir? Maraqlı sualdır. Söhbət Tesla Y modelindən gedir. Dayı deyir ki, 400-450 deyir. Dayı deyir ki, Çinlilərin elektromobilləri kimi deyil. Bu avtomobillərdə nə yazıbsa, funksiyasında göstəricilərində nə varsa, o göstəricidə də ki, o performansı bizə təqdim edir. Yəni, bu avtomobil yazılıbsa ki, 400-450 km polnu şarjda apara bilər, deməli, apara bilir. Və mən deyir, bunu idarə edirəm və görürəm ki, aparır. Maraqlıdır ki, nə qədər yürüşü var. Nə qədər yürüş edib avtomobil? 90.000 yürüşdədir bu avtomobil. Belə 36.000 manat Tesla Y modeli. Bir maraqlı maşın var qarşımızda. Deməli, avtomobili çəkməzdən öncə sual vermək istəyirəm. Yəni, tapacaqsınız bu avtomobil, hansı avtomobildir? Təkərdəki emblemanı göstərirəm. Mühərrikxananın qarşısındakı, yəni ön bamperin qarşısındakı bu yazını göstərirəm. Görüm, tanıya bilirsiniz bu avtomobil, hansı avtomobildir? Mən tanıya bilmədim kənardan. Bir maşına oxşatdım, o da oxşatdığımı gördüm ki, düz oxşatmışam. Bəli, söhbət Kia Stringer'dən gedir. Avtomobil 2 benzindir, 2 benzin mühərrikdir. Ümumi görünüşü ilə sizi tanış edəcəm, sonra da qiymətlərini, daha doğrusu qiymətini sizə təqdim edəcəm. Yaxınlaşırıq, açarsız daxil olma görürük və biz neyinirik? İnteryerə daxil oluruq. Qaşı ağır qapısı var, güclə açdım qapını. Oturacaqların idarə olunmasıdır. Polnu full komplektasiya deyəcəm. Bəli, polnu full komplektasiyadır avtomobil. Baxın, qoxusuna baxın, qoxusuna. Hələ də qoxusu
O zavodun qoxusu gəlir ha, dəyərli izləyicilər. 188 min yürüyüşdədir bu avtomobil, amma çox səliqəli idarə olunubdur. Bu illər ərzində, bu yürüyüş ərzində görürsünüz idarəetmə paneli, sürətlər qutusu, mexanizmin bölündəki bütün funksiyalar, yəni elektron əl əyləcindən tutmuş avtomobildə hər şey var, oturacaqların idarə olunması və s. Start stop. Buradan gəlirik multisükandır və burada lip stoplara qədər biz hər şeyi görürük. Görürsünüz lip stoplara qədər hər şey var avtomobildə və biz buradan yaxınlaşırıq. Bu cıppılı aradan girmək istəyirik içəri ki, sizə göstərək avtomobilin yürüyüşünü. 188 min yürüyüşdədir avtomobil. Və dəyərli izləyicilər, çox geniş və çox əla bir salonu var bu Stingerin. Biz keçirik, minirik. Arxa tərəfdən də sərnişin oturacaqlarını sizə təqdim eləməyə. Görürsünüz, çox səliqəli vəziyyətdədir. Görürsünüz, əladır bu maşın həqiqətən də. Çox maraqlı forması var, yəni vizual görünüşü də çox əladır. Avtomobilin salonu da çox əladır. Baxın, Kia Stinger 2 turbo mühərrik. Çox səliqəlidir də, həqiqətən çox səliqəlidir. Neçə manatadır bu avtomobil? Dən zəhmət olmasa yaxınlaşın. Bu avtomobilin qiyməti neçədir? Onunla sizi tanış edəcəm, görürsünüz. Qardaş, neçə deyirsiniz start qiyməti? 27.800'e. 2 turbodur da bunlar ha? 2 turbo Korea 27.800'e. Bəli, orijinal Stingerdən gedir söhbət. Bəli. Və polnu full komplektasiya olduğuna görə Koreyalılarda polnu full komplektasiya. Mən başım çıxmış ki, Koreyalılar niyə lüka qarşı reaksiyaları var? Maşın polnu full komplektasiyadır, amma maşının lükü yoxdur. Ford Fusion'ların bazarında toy bayram gedir. Yəni, görürsən, oyun havası və s. Müştərdən başqa hər şey var bu bazarda. Fırlanırıq. Ford Fusion bazarını sizə təqdim edirik. Bazarda alıcı demək olar ki, təbii ki, internet üzərindən müştərilərə çatdırmaq istəyirlər. Belədir vəziyyət. Hətta böyük mühərrikli avtomobil bazarında da biz ürək açan vəziyyətin şahidi olmuruq. Burada da alqı-satqı sıfırın altındadır. Hətta yaxınlaşdıqca bunun daha yaxından şahid oluruq. Pradolardır, Lexuslardır, nə bilim Pajerolardır və s. Land Cruiserlər və s. Burada demək olar ki, alıcı yoxdur. Maraqlı bazar deyil. Bir qızğın alış-veriş görmürsən, ürəyin açıla, yaxınlaşasan, o alış-verişi çəkəsən, o 5 aşağı 5 yuxarı razılaşmama məsələlərini istəyirsən, yaxından göstərəsən, amma görə bilmirsən, yoxdur. O ənənəvi bazarımız var idi, bax o girirdin içəri, bunu aşağı verə, bunu 5 manat aşağı ver, 10 manat aşağı ver. Belə bir söhbətlər yoxdur. Bazarı artıq yəni o deyil də, yəni əvvəlki dövrün bazarı deyil. Yəni hər bazarda vəziyyət daha da gərginləşir. Dəyərli izləyicilər, rəngə fikir verin də, yəni Sonatadan danışırıq. 2020-ci ilin avtomobilindən, yeni nəsil Sonatadan çox maraqlı rəngi var. Gəlin rəngi ilə əvvəlcə detallı tanış olaq. Unikal rəngi var və bazarda, yəni ki, kənardan sıraz deyir ki, gəl məni çək. Bilmirəm, qızılıdır, bilmirəm nədir, nə rəngdir. Təbii ki, daltonik deyiləm, amma maraqlı rəngi var. Çıxara bilmirəm bu rəngi konkret nəyinə nə var. Gün batdı, avtomobilin rəngi tamam başqa bir formada oldu. Xamleona bənzər bir şeydir rəngi. Bu qalemun kimi bir şeydir. Avtomobilin ümumi görünüşünü təqdim edirəm sizə. 2020-ci ildə Amerika bazarıdır. Avtomobil detallı göstərirəm sizə. Hyundai Sonatadan gedir söhbət. Qardaş, neçə mühərrikdir bunlar? 1.6 turbo. 1.6 turbodur. Bəli, 1.6 turbo. Arxa kamerası. İndi açarsız daxil olmağı görürük. Daxil oluruq avtomobilə. Qəşəng səliqəli interyeri var. Oturacaqların idarə olunmasından tutmuş. Bir çox funksiyaları görürəm. Həqiqətən qoxuya bax. Bildiyin zavod qoxusu gəlir avtomobildə. Çünki avtomobilin kilometrajı 85.255 kilometrdir. Dəyərli izləyicilər, millə deyil, kilometrdir. Lip stoplara qədər avtomobildə bir çox funksiyalar öz yerindədir. Maraqlı sükanı var. Rəngi kimi maraqlı da salonu var. Qoxusu ləzzət edir, bilirsən, zavod qoxusu gəlir. Oturacaqları çox səliqəli vəziyyətdədir. Həqiqətən də biz yavaşca qapısını örtürük. Qapının örtülməyini görürsünüz də. Açılmağı və örtülməyi. O saat bilirsən ki, təzə maşın qapısı açıb örtürsən. Bu da bunun arxa sərnişin oturacaqları.
Baxın, bir dənə bu avtomobildə çatmayan bir məsələ var. Head-up displeydir, lükdür və bəzi bir-iki xırda funksiyadır və salam. Qalan hər şey var bu avtomobilin. Görürsünüz. Qapının örtülməyinə baxın. Çox səliqəli. Start qiyməti neçədir? 34.500 manat start qiymətidir, dəyərli izləyicilər. Dəyərli izləyicilər, qarşında bir marka model maşın var. Maraqlıdır ki, mən bir neçə dəfə adına baxdım, yenə də adını deyə bilmədim. İlk dəfə də görürəm. Yeri gəlmişkən, var bu maşın markası mən daha əvvəl də eşitmişdim, amma görmək, bazarda çəkmək olaraq deyirəm. Yəni sahibinə soruşmaq istəyirəm. Adı nədir bu maşının? Geely M Grand. Neçənci ildir? 22-ci il. 22-ci ildir. Nə qədər idi bu avtomobil? 67.000 probegdir. Start qiyməti nədir? 20.000. 20.000. Bəli, detallı məlumatlar soruşduq və 67.000 yürüşdədir. Rəngsiz. Rəngsiz, heç bir yerində rəng yoxdur. Yəni ki, daha doğrusu dəyən, toxunan, qəzası və s. heç bir şey olmuyor avtomobilin. Zavod avtomobildə qardaş deyir. Detallı şəkildə sizə təqdim edəcəm. Geely M Grand avtomobilin modelidir, marka modelidir. Bazarda demək olar ki, bir dənədir. İndi buradan daxil olacaq biz interyerinə. Yeri gəlmişkən göstərirəm sizə. Açarsız daxil olması var avtomobilin və qapısı açıqdır, daha ehtiyac yoxdur açmağa. Görürsünüz, oturacaqların idarə olunmasından tutmuş. Yəni, dəri oturacaqlardır. Full komplektasiyadır avtomobil. İnteryeri ilə sizə tanış edirəm. Görürsünüz, avtomobildə böyük monitordur. Yəni, yeni nəsil avtomobil olduğu hər şeyindən bəllidir. Avtomobil nə qədər gedib bir daha deyək. Avtomobil nə qədər getmişdi? 67.000 yürüşdədir avtomobil. Aşağı yuxarı, yəni çox qəşəng rəngi var salonun yeri gəlmişən dəyərli izləyicilər. Çox qəşəng rəngi var, arxa plyonkadır. Amma təbii ki, çölün necə yaxşı görsəndiyini biz təqdim edə bilirik. Avtomobildə lükünə qədər hər şey var. Full komplektasiyadır. İçərisi çox genişdir və çox səliqəlidir. İçərisinə daxil olanda 67.000 yürüş deyirik, amma zavodun qoxusu var. Görürsünüz, avtomobilin içərisində o qoxunu mən sizə təqdim edə bilmirəm, təəssüf ki. Amma avtomobil çox səliqəli avtomobildir həqiqətən də. Start qiymətini dedik. Avtomobil yekun neçə deyəcəksiniz? Real alıcıya məsələn. Real alıcı ilə şirin söhbət eləyəcək. Şirin söhbət eləyəcək. Amma start qiyməti nə idi? 20.000. 20.000. Həqiqətən dəyərli izləyicilər, ilinə görə, avtomobilin komplektasiyasına görə, ilinə görə, vəziyyətinə görə 20.000 çox yaxşı, çox əla qiymətdir. Siz yazın, bu maşınla mənim o qədər də məlumatım yoxdur. Bu maşınla bağlı detallı məlumatda deyiləm. Ona görə də siz yazın görək bu maşına, yəni bu maşınları ümumiyyətlə almağa dəyərmi yoxsa yox. Sürən olaraq mən soruşmaq istəyirəm təbii ki, sürənlərdən, bu maşından ümumiyyətlə anlayışı olanlardan soruşmaq istəyirəm. Təbii ki, sahibindən soruşmursan, çünki sahibi nə qədər də olmasa heç kəs öz ayrılığına turuş deməz. Ona görə də bu avtomobillə yaxşı məlumatı olanlar şərh bölməsində yazsın ki, görək bu avtomobillər necə avtomobillərdə özlərini necə doğrulduqlar bazarda və s. Barmaqla sayılacaq qədər müştəri var. Azdır demək olar ki. Siz nə axtarırsınız? Hansı maşını axtarırsınız? O Chevrolet Equinox var. Equinox axtarırsınız. Maraqlı o maşınlar vəziyyətinə görə, komplektasiyasına görə, qiymətinə görə əl çatandır demək olar ki. Öyle pis deyil, normaldır. Necə tapmamısınız? Saat artıq Artıq burası biraz baha deyirlər. baha neçə deyirlər Equinox-u? Yəni 23 yarım, 22, 22 yarım, hər bir qiymət. 18-19-a gördüyüm vaxtlar olmuşdu bu maşınlar. İndi deyəsən qalxıb. Bahadır, qaldırırlar. Hə, bir-iki nəfər alıcı var. Onlar da təbii ki, çox sağ olun, minnətdaram. Bazara daxil olublar və öz o nəzərlərində tutduqları maşını axtarırlar. Bu qardaş da Equinox axtarırdı. Bir ara ucuz idi bu maşınlar. Həqiqətən də bir ara deyəndə mən 3-4 bazar bundan qabaq bu maşınları təqdim eləyəndə 18 min, 19 min, hətta deyirdim ki, ağız dolu danışırdım ki, yeganə marka model maşındır ki, vəziyyətinə görə, ilinə görə, komplektasiyasına görə çox əlçatan maşındır və buna tələbat var idi bu maşınlara. Nə oldu? Tələbat hansı maşına varsa, o maşının qiyməti avtomatik olaraq qalxır və həmin maşınlar da artıq indiki vəziyyətdə bazarda təqdim olunur 23 minin üzərində. Equinoxlar niyə belə qalxdı? Təbii ki, bunun səbəbi də biraz öncə dediyim kimi tələbat artdı. Ona görə də bu maşını gətirənlər artıq bu maşını görürlər ki, alan var, istəyirlər üstündə gətirənlər daha yaxşı pul tutsunlar. Ona görə də reallıq budur ki, bu maşını artıq baha qiymətə təklif edirlər. Mən yeri gəlmişkən hələ də Honda tapa bilmirəm. Honda axtarıram. Bir neçə dəyərli izləyicim məndən xahiş edib ki, Honda Accord və s. və Honda modelləri çəkim, amma hələ bazarda görmürəm. Bir dənəsini gördüm. Yes, getdim onu çəkməyə. Bəli, dəyərli izləyicilər, bir Honda Accord tapdım. Honda Accord 2020-ci ildir. Amerika bazarı üçün nəzərdə tutulan bu avtomobil.
Qiymətini də göstərəcəm, deyəcəm sizə, ümumi kilometrajından da xəbər verəcəm sizə. Əvvəlcə Honda Accordu vizual olaraq göstərirəm sizə. Avtomobil premium komplektasiyadır, kənardan baxanda bunu açıq-aydın görmək olur. Daha detallı formada göstərəcəm, təqdim edəcəm. Vizual formada göstərirəm. 1.6 hibriddir. Bu Accordlarda hibrid mühərrikdir, daxili yanmadır və təbii ki, bu böyük bir üstünlük deməkdir. Görürsünüz, açarsız daxil olma və s. yoxdur. Bu isə deməkdir ki, avtomobil premium komplektasiyadır. Oturacaqlar düz idarə olunması var, amma dəri oturacaqlar deyil. Biz burada yavaş-yavaş interyerini detallı şəkildə göstərəcəyik sizə. Dip stoplara qədər avtomobildə baxın, göstərəcəm sizə, hər şey var. Amma bircə funksiyası, bir-iki funksiyası tam full komplektasiyadan geri qalır. Head-up displeydir və s. Zolaq tanıma kimi müəyyən funksiyalar var ki, o funksiyalar bu avtomobildə yoxdur. Kör zonası zadı var, hər şey var. Görürsünüz, kör zona zadı var, hər şey var güzgüdə. Bir-iki xırda funksiyası var ki, o funksiyalar poldan geri qalır. Onlardan biri də oturacaqların təbii ki, dəri olmamasıdır. Və lükü də var, avtomobilin yeri gəlmişkən. Hibrid 1.6 mühərrik Honda Accorddan danışırıq. 29.800-dür. 135.000 kilometr, mil yox ha, 135.000 kilometrdə yürüyüşü var bu Honda Accordun. 29.800 manat. 2020-ci il. Burada bir Hyundai Elantra var. Onun başına toplaşıblar. Onunla maraqlanırlar. Bilməm, almaq üçün mü, yoxsa elə belə danışdırmaq üçün, amma ciddi söhbətlər gedir. Yəqin almaq istəyirlər. Elə 2014-də səhv eləmirəmsə, görək neçə deyirlər bu Elantranı. Sahibi ilə razılaşıblar, xeyirləşiblər artıq. Deyir, götürürük artıq bu maşını. Salonunu təqdim edəcəm sizə. Sadə komplektasiyadır. Amerikada yoxsa Koreyadır? Servisdir, servis. Qardaş deyil, servisdir. Nə Amerika deyil, nə Koreya deyil. Buradan alınıbdır avtomobil deyir. Avtomobili götürüblər, xeyirləşiblər. Xeyirləşiblər. Dayı, Allah xeyir versin. Allah xeyir versin. Neçə təxminən razılaşdınız? Vallahi 20 neçədir hələ dəqiq. 20 neçə hələ dəqiq. Hə, dəqiqdir. Ürəyiniz olar inşallah. Allah xeyir eləsin. 20.000 neçə 100 manata razılaşacaqlar. Yəqin ki 20.200-ə, 300-ə, 500 arası var belə. Elantralar, yaxşı elantraların qiyməti dəyərli izləyicilər, yeri gəlmişkən 20.000-in üzərindədir. Bax, bunu bir dəfəlik bilmək lazımdır. Servisdir bu elantrada. Disk təkərini də yekun olaraq göstərirəm sizə. Bəli. Ətrafındadılar, xeyirləşiblər. Aralarında 100-200 belə fərq qalıb, onu da örtməyə çalışırlar, razılaşmağa çalışırlar. 2011-ci ilin AX35-i var. Tucson da deyə bilərik bu avtomobillərə. Hyundai'dan gedir söhbət. Avtomobili göstərəcəm sizə. Mənim dostum da xahiş elədi ki, mənim maşınımı yenə çək. Çünki keçən dəfə o maşını çəkmişdim, satılıbdır. Ona görə yaxınlaşdı, yenə də bu maşınımı çək deyə mənə dedi. Mən də təbii ki, balaca qardaşımızı xətrinə dəyməmək üçün yaxınlaşdım onun bu AX35-ini çəkməyə. Servisdir, qardaş deyir, polno full komplektasiyadır, avtomobilə daxil oluruq. Bəli, polno full komplektasiyadır, start stopdur, böyük monitordur, yəni ki, zavod monitoruna gedir söhbət. Avtomobildə, yəni ki, oturacaqları dəri oturacaqlardır. Qardaşım deyir ki, lükünü də çək, bu da onun lüküdür. Avtomobil, yenə deyirəm ki, söhbət polno full komplektasiya, servis AX35-dən gedir. 259.000 gedib. Neçə deyirsiniz start qiymətin? 19.000 yarım. 19.500 manata deyir. Deməli, daha bir balaca yoldaş var, balaca qardaş var. Yəni ki, yaş baxımından deyirəm. Xahiş elədi ki, onun Sorentosunu çəkim. 2015-ci ildir deyir. Mənim maşınım Koreyadan 5 gündür gəlib. Dizeldir təbii ki, bu maşınlar, mühərrikləri. Qardaşım, biraz maşınla bağlı detallı məlumatlar istəyəcəm səndən. Yaşı da balaca olsa, boyu da balaca olsa məndən çox bilir. Avtomobillə bağlı detallı məlumat ver. Məlumatları versin, özünüz biləcəksiniz mən nə deyirəm. Maşın zavod yerdi. Sidenka qızdıran soydan, rulun qızdırılması, elektron oturacaqlar. Koreyadan 5 gündür gəlib deyirdin. Bəli. Neçə deyirsən? 33.000 yarım. 33.000 yarım. Baxın, gələcəyin alvericisi daha. Bax, indidən öncə bir nömrəsi var, hazırdır. Açarsız daxil olmanı görürük. Oturacaqların elektron idarə olunması, qardaşımız dediyi kimi, Noble Expression-dan fərq var burada. Yəni ki, premium komplektasiyadır deyək. Çünki müəyyən funksiyaları yoxdur. Zavod 7 yerlikdə o məlum məsələdir. Avtomobil böyük monitordur, start stopdur. Tam full komplektasiya deyil.
Belə damın falan göstərəcəm sizə. Görürsünüz, lek və sair heç bir şey yoxdur avtomobilin o 2016. detallarında. 2016-cı ildir. Neçə dedin sən? 33.000 yarım. 33.500 manata deyir bu Sorentonu. Ki Sorentoların satıldığı yerdir. Burada da yəni alqı-satqı yoxdur. Hətta deyərdim ki, bir neçə bazarda mən müşahidə edirəm. Sanki Sorentoların bir bazarı var idi bir müddət əvvəl. O bazar artıq yoxdur, o bazar ölüb. Demək olar ki, Sorentolarla maraqlanan adam yoxdur, alıcı yoxdur. Maraqlıdır ki, səbəbi nədir? Yəni bir ara hər kəs bir-birinin bəhənsinə gətirdi. Sorento mən də sürüm, getdilər Koreyadan yığdılar, gətirdilər, daşıdılar, gətirdilər ora bura. Amma indi artıq o Sorentolar hamısı durub baxır. Yəni satan yox, daha doğrusu satan çox, alan yoxdur. Maraqlıdır. Səbəbi nədir? Niyə Sorento bazarı öldü? Bu sual həqiqətən maraqlıdır. Bir nəfər də tapmıram ki, soruşam niyə Sorento bazarı ölüb. Düz deyək, ümumi bazar ölüb, götürən yoxdur. Amma Sorento bazarında vəziyyət gərgin olaraq qalır. Səbəb də ki, bilmirəm, sürənlər yanıldılarmı, sürənlər artıq istəmədilərmi, nə oldusa bax belə bir vəziyyət yarandı.